Aynen orada aktarırsan çətindir. Söndürmeye yerim yok. Sağımda, solumda, dalımda, qabağımda hamı məzlərim. Allah cümlə bütün ölənlərə rəhmət eləsin. Allah Amin. o dünyalarını versin. Allah günahlarını bağışlasın. Cənnəti ilə mükafatlandırsın. Amin. Görüşürüz. Day boyu çatır. Çatır çatır. Amış böyüyüb də özümüz kaldırmır. Kalbinden öpür. Bir ilden sonra yanağına çatacak. Uşaqlar çıxdıq, gəldik bu bir evə. Uje day bitsin deyə, day köçə bilək deyə. Day hər gün burada oturup dururuq ki, biz də burada olaq, tez bitsin işlər. Təmizlik şirkəti bilirsiniz ki, Altı Bazar gəlməliydi arkadaşlar, gələmədi. Çünki ustalarımızdan birinin səhhətində problem yarandı və işini tamamlaya bilmədi. Ona görə qaldı gələn həftənin 6-cı gününə. Gələn həftənin 6-cı günü gələcəklər. Çox üzgünüm, çox mutsuzum. Gəlmişəm parfümlərimin açılımını çəkməyə. Bunları qoyaq bura. Sonra dünən gətirdiyim makyaj əşyalarımı yerbəyer eləməyə. Əslində gələn həftəyə kimi mən də yavaş-yavaş o qalan 3-4 dəst paltarımı da gətirərəm. Düşünürəm ki, 2 cüt, yəni o bebişə görə çox bir şey geyinə bilmirəm hal-hazırda, axırıncı aylarda. Düşünürəm ki, 2 cüt şalvar saxlasam, 2 cüt, 3 cüt köynək saxlasam, gələn həftənin sonuna kimi pulunu bəs eləyər mənə, səhv deyirəm. Məncə də. Nəysə. Çoxsa belə bir şey geyinmirsən. Məncə də. Baxaq görək nələr gətirmişəm o bir evdən. Deməli, uşaqlar, orqanayzerlərimi gətirmişəm bura. Bundan gərək nə qədər alım ki, bu şkafların içini tam şəkildə doldurum, hər şey yığışsın. Siz mənim kamera zərtqası qutarıb telefonla yolumuza davam edirik bu arada. Siz mənim stokladığım makyaj əşyalarımı görməmisiniz. Ay Allah, qolum sındı. Yox, gəlin sizə bunları göstərim arkadaşlar. Baxın, nə qədər allıqlar var burada, tem paletləri var. Bunların hamısını bu evə saxlamışam. Məriş sağ olsun, mənim üçün səliqə ilə yığıb. Nə qədər gloslar, bu glosları işlətmişəm. Ay, qışqırı gələ, anqırı. Baxın, Real Technics'in sponjları. Bunların da ikisini açmışdım, ikisini saxlamışam. Daha sonra allıqlarım, rujlarım. Qırmızı pamadamı da gətirmişəm bura. İnşallah burada bunu sürtə biləcək bir kombin düzəldərəm. Şuna belə səs çaldı. Nə səsi? Maşından ata deyir. Nüvəsi. Ataya düşün də, ataya düşün. Baxın. Sonra ikinci çəkməcəyə keçək. Deməli, burada görürsünüz Məryəm necə səliqə ilə yığıb bunları. Mənim səliqəli həqiqətən var sən Əlişin. Çox xoşuma gəl. Kim də bayaq bizə arkadaşlar podruqamla danışırdım. Tanışımla belə deyim. Məryəm haqqında ona dedim ki, Məryəm girib bir yeri təmizləyəndə arxamı çönüb baxmıram orada nə baş verdi. O qədər güvənirəm ki Məryəmə. Yəni elə bil, necə deyim, böyük bir qadın təmizləyirdi oranı. Çox əl qabiliyyəti qəşəngdir. Həm bir də bu ağlamağa niyə gəlir? Adam